Yeni idmana başlayanlar, məşq keçmək istəyənlər, ümumiyyətlə məşqlərə yazılan insanlar üçün maraqlı bir sujetimiz var. Nələrə diqqət etməliyik? Bu sujet həm də sizin üçün bir öyrədici istiqamət olaraq yaxşı bir yol xəritəsi demək olacaq. Baxaq. İsti havalar yaxınlaşdıqca hər kəs tez bir zamanda gözəl bədən quruluşuna malik olmaq istəyir. Bunun üçün də təhlükəsindən xəbərdar olmadan ağır məşqlərə yönəlirlər. Azərbaycan-Braziliya Jiu-Jitsu Federasiyasının rəhbəri Aqil Acalov eyni zamanda fitnesə də məşğul olur. İdmana başlayanlara məşqsiz məşq etməyi tövsiyə etmir. Ümumilikdə götürsək, haradasa mən idmanda deyərdim 17-18 ildir idmanla məşğul oluram. Əvvəllər daha peşəkar məşğul olurdum, amma müxtəlif zədələrdən dolayı həyatda elə bir məqamlar oldu ki, böyük idmandan getməli oldum. Amma buna baxmayaraq, yenə də zədələrim sağalandan sonra idmana qayıtdım və mütəmadi olaraq idmanla məşğulam. Yəni, həm rəhbəri olduğum Braziliya Jiu-Jitsu döyüş sənəti üzrə özüm də məşğul oluram və eyni zamanda da fitnesslə də məşğul oluram. Fitnessdə bu elə bir idman növüdür ki, bunu birdən-birə, yəni ağır məşqləri eləmək düzgün deyil. Ümumiyyətlə, hər bir sahənin öz mütəxəssisi var. Baxmayaraq ki, başqa bir idman növü üzrə mütəxəssisəm, fitnessdə də mən özümlə mütəxəssislərə müraciət edirəm. Məşqçilər deyirlər ki, idman zalına ilk dəfə gələnlər məşqə çəki daşları ilə başlayırlar. Hərəkətlər körtəbii şəkildə edildikdə, işlənilən çəkiyə fikir verilmədikdə nəticə istənilən kimi olmur. Ümumiyyətlə, mən sizə bir söz deyim, idmanın pisi yaxşısı olmur. Yəni, fərqi yoxdur hansı idman növü olur olsun. Ümumiyyətlə, idmanla məşğul olmaq lazımdır. Fitnessdə nəyə görə daha çox məşğul oluram? Çünki fitnessdə daha çox çəki atmaq olur və eyni zamanda da insanın həm də ki, xarici görünüşünə təsir edir. Ümumiyyətlə, hər yaşın özünə görə öz fiziki yüklənməsi var. Yəni, bu günləri, məsələn, 18 yaşında, 20 yaşında bir gənc, məsələn, 30-35 yaşında olan bir gəncin fiziki yükünü, belə deyək də, qaldıra bilməz. Və yaxud da ki, əksinə, hər yaşın özünə görə öz bir yükləməsi var. Ona görə mən tövsiyə edirəm ki, yəni, fitnesslə məşğul olanlar peşəkarlara müraciət olunsun. Elə bir dövrdə yaşayırıq ki, sosial şəbəkələrdə, məsələn, YouTube-da, Instagram olsun və s. Bu fiziki məşqlərlə bağlı çoxlu videoçarxlar var, çoxlu məsləhətlər var. Amma mən daha çox tövsiyə edərdim sırf mütəxəssislərin özlərinə. Çünki mütəxəssis insana baxır, onun fizioloji durumundan baxır. Bu, öncə idmanda olub, idmanla məşq eləməyib. Ona uyğun buna bir proqram hazırlayır və o proqram üzərində artıq başlayır o insanla işləməyə. Elə bir sahədir ki, mütləq məsləhətsiz, məşvərətsiz olmur bu işlər. Hər kəsin də eyni proqramla məşq eləyə bilməz. Çünki hər kəsin bədəni, orqanizmi fərdidir. Ona görə də bu məsələdə ehtiyatlı olmaqda fayda var. Baxmayaraq ki, bədən şəkilləndirmə deyə artıq bir reallıq da başlayıb dövrümüzdə. Çox adam istəyir. Bunun müxtəlif dərmanlarla deyilən var, ziyandır. Halbuki belə birdən-birə özünü riskə atıb güclü idmana başlayanlar da var. Amma dediyimiz kimi mütəxəssis fikri hər zaman önəmlidir.